BMT, NATO, Avropa Birliği ve Amerika dünən Rusiyanın humanitar yardım karvanının Kiyevin icazəsi olmadan Ukrayna sərhədini keçməsini pisləyib. Beynəlxalq ictimaiyyət humanitar yardım karvanında hərbi silah, sursat və əskərin də keçməsini əsas gətirərək sərt bəyanat verib. Artıq Ukraynaya daxil olan yükü sevinclə qarşılayanlar da olub. Digər tərəfdən Rusiya əleyhinə aksiyalar da keçirilib. Beynəlxalq Birlik humanitar yardım adı altında Rusiyanın icazəsiz olaraq Ukrayna ərazisinə daxil olmasını beynəlxalq hüquq müstəvisində ölkə suverenliyinin pozulması kimi qiymətləndirib. Associated Press agentliyi yük maşınlarının Luqanska daxil olmasının görüntülərini yayımlayıb. Müharibədən əziyyət çəkən mülki əhali yardımın gəlişini sevinclə qarşılayıb. Rəsmi Moskva göndərdiyi 130-dan çox yük maşınında yalnız humanitar yardımın daşındığını bildirib. Rusiyalı səfir Vitali Churkin isə ölkəsinin mövqeyini müdafiə edərək həmkarlarına Kiyevin Rusiyadan humanitar yardım ideyasını alqışlayan rəsmi məktub yolladıqlarını xatırladı. Churkin ərzaq, su və digər təchizat vasitələri daşıyan yük maşınlarında hərbçilərin olması ideyasını qəti şəkildə təqzib edib. Ekspertlər isə hesab edir ki, Rusiya karvanına istənilən hücum Moskvanın Ukrayna müharibəsinə daha dərindən müdaxilə etməsinə bəhanə ola bilər. Bu arada paytaxt Kiyevdə onlarla şəhər sakini Rusiya benzinin satılmasına qarşı çıxaraq yerli yanacaq doldurma məntəqəsinə hücum edib. Rusiyanın ikinci iri neft şirkətinə məxsus məntəqə önünə toplaşan maskalı şəxslər Rusiya yanacağını boykot etməyə çağırıblar. Ukrayna münaqişəsi başlanandan paytaxtda əksər Ukraynalılar Rusiya məhsullarını almamağa, Rus restoran və kafelərində yemək yeməməyə qərar verib.